Sualın var buna ait. Xeyr. Neydi first conditional? Ya əvvəlcə bunu bir təkrar edək. Zero conditional kimi baş və budaq cümlədən ibarətdir. Amma buradakı fərqi isə budaq cümlə ilə eyni indiki sadə zamanda qalır. Baş cümlə isə gələcək sadə zaman olur. Hı -hı. Budaq və baş cümləni fərqləndirməyin yolu nədən ibarətdir? Ə, Budaq cümlələrdə if, when bağlayıcıları olur. Baş cümlədə isə bağlayıcılar olmur. Hı -hı. Baş cümlədə isə heç bir bağlayıcı olmur. Ə, deməli, məsələn, mən indi bir nümunə desəm, tutalım. Əgər yağış yağsa, biz çimərliyə getməyəcəyik. Necə deyəcəm bu cümləni? Əgər yağış yağsa, biz çimərliyə getməyəcəyik. Hətta biz bunu yaza If, da bilərik. Aha, bəli. if Hı. yağış yağsa, Deməli, yağış yağmağı necə deyirik? rain, It rains rain, deyirik. Bəli, it rains. rain, Hı -hı. Biz rain, getməyəcəyik. we Hı -hı. will, Hı -hı. won't, I not saw won't və yaxud will not go to the. go, Hə. Çimərlik nədir? Dəniz, sea. see. Hə, çimərlik nədir? Dəniz deyirəm. We will not go to the sea. Okay. Və yaxud başqa bir cümlə. Deməli, nə deyə bilərik? Mən çətirimi götürəcəm, əgər yağış yağsa. Mən çətirimi götürəcəm, Uh, əgər yağış yağsa. Bəli. I am, Yox, mən götürəcəm. Deyir yox, ki, yağış yağanda çətirimi uh, götürəcəm. I Yes. götürmək, Götürməyi nə ilə uh, deyə bilərik? Take ilə deyə bilərik də. take-lə, Bəli. I take, Yox, bəs dinlə məni. Yağanda götürəcəm. Conditional unutdun axı. Yağanda götürəcəm. Mən götürəcəm, yağış yağanda. İndi də birinci baş cümləni deyirəm də. uh, I will take I will take my z- çətirimi. my umbrella, Yağış yağanda. Yağanda. uh, when Aha. when rains. It rains. It When it rains. rains, I will take my umbrella when it rains. Bəli. Başqa deməli, əgər mənim çoxlu, yox, indi əgəri ortada verəcəm də. Bu da ortada verək. Maşın alacağam. O maşın alacaq. Əgər onun çoxlu pulu olsa, o maşın alacaq. Bu da ortada Onun verəcəksən. çoxlu pulu olsa, Aha. he Aha. he buy a car. Məhəmməd, diqqətli ol. Bax, baş budaq cümləni ayırmağı bacar da. Mən deyirəm ki, onun çoxlu pulu olsa, o maşın alacaq. Alacaq deyirəm. Ha, Hı. uh, he Ay, sağ ol. will buy He will buy. Aha. a car. Aha. Əgər çoxlu Car pulu olsa. if Burada bunun ey qalıb. Ay, sağ ol. If. Aha. uh, her Yox, kişi cinsində söhbət gedir. He has he has uh, a lot of money. a lot of money. Yes. He will buy. Bəs bax cümləmiz budur bizim. Gələcək zamanda. Budaq cümləmiz də budur. He will buy a car if he has a lot of. Bunu da başqası yoxdur. Hocam. A lot of money. Yazmaq çətindir. Yes, a lot of money. Good. Tərcüməni qarışdırma və
necə deyərlər, yerini qarışdırma. Baş budaq cümlə yerini qarışdırma. Axırıncı bir nümunə deyək. E, Sənin çoxlu, bir dəfə Venlə başlayaq cümləmizi. Sənin çoxlu vaxtın olanda mən sənə zəng edəcəm. Sənin çoxlu vaxtın olanda mən sənə zəng edəcəm. Ə, Sənin çoxlu vaxtın olanda mən sənə Aha. zəng edəcəm. Kifayət qədər, Ə, kifayət qədər vaxtın olanda. Hə. when Mhm. when Bəli. sənin you Sorry. you Yes. you have Mhm. enough Mhm. time Mhm. time mən sənə zəng edəcəm. Bəli. I Aha. will Aha. Zəng etmək, zəng etmək çağırmaq, zəng etmək, adlandırmaq eyni feillərdir. Call. call You. you. Yes, I will call you. Birinci gəldi bizdə budaq cümlə, ikinci baş cümlə. Burada baş, budaq, sonra baş, budaq, budaq, baş. Belə. Okey. Qalmışdı biz. Hə. Belə, burada da başqa bir şey yoxdur. Bir də bir qeydimiz var idi ki, əgər həmişə baş verən hadisə yox, ehtimal olan hadisələr varsa, təsadüfən gördüyümüz hadisələr varsa, orada bu first conditionaldan istifadə olunmur. Hı -hı. İndi tapşır Məhəmməd, mən demişdim, frightening, frightened, boring, bored kimi sözləri təkrarlamaq lazım. Onlara baxmısanmı? Boring Aha, bowl. tərcümələrini soruşacağım da, onlara demişdim təkrarla. Ha, Baxmısan yəqin ki. ben. Hə, yaxşı. Onu qayıdıb mən birazdan sonra indi yadıma düşdü. Yəni bunun tapşırıqlarını yoxlayaq vaxt itirmədən. Neçədən başlamaq lazımdır? Birden. Buyur. Cavabları deyirsən kifayət eləyir. Ee, Düzgün tərəfi Deməli, first conditional bəli, bəli. Burada görsən indiki zaman hissəni özü verib. Budağı verib sən baş tapacaqsan və yaxud tərsinə başı verib budağı tapacaqsan. Buyur. Hə, burada bu var ki, eyni yazdığımız cümlə buradadır. Əgər yağış yağsa, çətirimi götürəcəm. Çətiri götürəcəm. burada ne diyeceğim dediniz? Baş cümlədə indiki və yaxud gələcək olduğunu seçməlisən də. Budağı özü verib axı. Necə yazmısan ki bunu? Ha, bildim. Baş cümlə I will take. Ay, soğuk. Mən götürəcəm. Əgər yağış yoxsa bu qədər. 2. 2. If you eat. Aha, true. Third. Ee, Sam will win. Okay, true. 4. Ee, He won't cross the road. He won't bir dəqiqə. Aha, won't cross. Orası var. Bizə ikincisi də lazımdır. Bu ikisindən hansı olmalıdır? Ee, if he will see. Bir dəqiqə. İndi burada da gələcək zaman, burada da budaq Yok. cümlədir. Budaqda həmişə sadə olur. See. Siz olacaq. Bəli, növbəti. If the comes. If he comes. Bəli. Andrew will water the garden. Sulayacaq əgər o evə gəlsə. Aha. Next. If you don't hurry. Aha, doğrudur. Yəni tələsməsən deyir. Doğru. Have enough money. Have enough money. Doğrudur. Və 8. 8. If it is. If it is. Doğrudur. Növbəti. Səhifə 48-də 3.
48'de 3. Bunu çekeyim buradan. Hı hı. Buyur. Burada hər iki tərəfi artıq özümüz düzəltməliyik. Başla. If we Aha, we will visit. doğrudur. Next. Uncle Tim Tim Hı Tim hı. is Yox, yox. Future simple. Baş cümlədə gələcək sayda zaman olur. Bu da cümlə deyil bu. Özü is də olmaz. Hı hı. will iPhone. iPhone yox. Sən niyə hər dəfə iPhone deyirsən? Phone. Sən Phone. gedəcək. Will phone. Burada isə Burada ise hı -hı. he is go Hmm, Məhəmməd, indiki sadə zamanda burada birincisi go yoxdur, ikincisi is go a olmaz, go elə bir zaman yoxdur. Go deyil, want. Üçüncünü oxuyursuz. want Want da. Bax necə oldu? Bura gələcək sadə zaman, burada indiki sadə zamandır da. Want olur. Deyir ki, əgər want əgər o bizimlə gəlmək istəsə, Uncle Tim ona, yəni Uncle Emma ona zəng edəcək. Bizə zəng edəcək daha doğrusu. Burada indiki sadə zaman olmalıdır. Burada gələcək zaman. Və wants, is yoxdur. To be-ni qatmaq olmaz bu feillərlə. Növbəti. Present simple'dır. my brother Hı will drive hı. Hı. we ask Okay, doğrudur. Next. Jenny want it Deməli, yox bir dəqiqə. Ha, doğrudur. Yes, wanted. Bəli. it's Ay, sağ ol, doğrudur. Next. will travel Aha, doğrudur. travel If the tickets. be To-be-ni açırsan da. Bax, to be həmişə um, feil açılmalıdır. Bu da elə bir travel kimi bir feildir. Sadəcə travel həmişə traveldır. Amma benim formaları var. İndiki zamanlarda ticket düşəndə deyə burada nə olmalıdır? are Are olmalıdır. Bu qədər. Sonra next. if my sister do Üçün şəxsin da, təkindədir Məhəmməd. does Does. does Bəli. does she will go Aha, she will go. Əgər bacım deyil imtahanlarını yaxşı versə, yaxşı nəticə alsa, o universitetə gedəcək. Present simple, sonra future simple. Sonra next. 7 Gitti. Oradan. Kur işte. seçtim. Bəli. 48'de 5 Bu. Buyurun. Aha. Başlayaq. want have Doğrudur. Next. need Aha. Yes. Next. if you have Yes. Three. Four. Sorry. won't let True. Next. uh, doesn't get True. Next. it's Doğrudur. Next. will Will be. Deməli, will will feillə, feil kimi istifadə olunanda elə, yəni sifət ona daha doğrusu yanında will be-si qalır. Will be. Doğrudur. Next. try Yes. Right.
Sonra 49-da 8. 9'da 8 yəqin bu olacaq. Just a minute. Okay, start. Ha, yenə hər iki tərəfini özümüz yerləşdirəcəyik. Buyur. Comes, Comes. Aha. will be, Yes. True. Next. wait, Aha. will be, We will be late. True. Next. Orada to be nəndəsən? get, Aha. will be, True. Next. it, Aha. will. If we feel yəqin dedin, hə? We feel. Gələcək zamanlı Ha, çünki. will feel. Future simple'dır. Yes. Next. Go, will go. Aha. Go, will go. True. Next. Don't go, will Aha. be. Will be tired. Yes. True. Go, will go. True. Next. Don't want, Aha. will cook. Yes. True. Next. Doesn't, Yox. To be'nin inkarı necə düzəlir? be var, isn't. Isn't. Sol. Sonra ikinci hissəsi. Söz tam düşmür. Sən dəftərindən birbaşa oxuya bilərsən, hamısını yazmısan, amma açıq əlbəttə ki, bu da buradadır. Yerləşmir deyə belə görünür. Won't have. Won't have. Okay. 10. Don't see. Aha. See. We will see. So we will see. True. Növbəti. 49'da 10. Nerede? Bu olmalı. Aha. Bunu çəkək. Buyur. Birləşdirmə, matching eləməliyik yenə. Birə nə yazmısan? If I see Mary, mən Mary'ni görən. Əgər mən Mary'ni görsəm, Məhəmməd, mən hətta soruşuram düzü. Sən bu tapşırıqları ev tapşırığı kimi dəftərinə yazırsanmı? bəli. Onda dəftərindən birbaşa oxuya bilərsən cavabı. Daha burada oxuyubsa ona vaxt gedirəm, mən ona görə deyirəm. Bu sinif tapşırığı deyil. Sinif deyəndə yəni burada. Buranın tapşırığı ayrı olub, onu burada oxuya edirsən. Onu isə birbaşa dəftərindən oxuya bilərsən. Ki o gedən onsuz ev tapşırığıdır deyə, məqsəd odur ki, sürətli oxuyasan. Ev tapşırığı olmayanlara burada belə baxa-baxa uzun şəkildə oxuyuruq. Sən dəftərinə baxıb bunu deyə bilərsən. Yəni o məqsədi daşıyır. Evdə işləmək üçün, sonra da burada oxumaq üçün. Məsələn, bir də dəftərində nə yazmısan? Bir də Bəli. Çünki bir təsəvvürlə mən bu da qədər tapşırıq evə vermişəm. Sən onu evdə yazmırsan. Gəlib burada oxuyan da üzündən. Gör nə qədər vaxt itiririk biz onun üçün. Yəni onun məqsədi evdə eləmək dediyim kimi vaxtı qazanmaqdır ki, burada başqa tapşırıqlar eləyəsən. Səhvlər varsa öyrənək, möhkəmləndirək, üzərindən gedək. Onda yəni ev tapşırığı verməyin heç bir mənası qalmır. Məsələn, mən belə başa düşürəm ki, yavaş oxumağından yazmamısan. Mən elə gəlir, bilmirəm. Bax, dəftərini götür. yerlərim tapa bilmirəm. Yerlərinə, bax, mən də dərs başlamazdan hər gün, hər dərsdən 5 dəqiqə əvvəl kompüterimi açıram. Bax, bu işarələri görürsən, hər şeyi burada bir-bir açıram. Çox şey var, bəzən qarşı gec tapıram məndə. Açıq qoyuram ki, tez-tez istifadə edeyim. Dəqiqələrimi ona xərcləməyim. Bax, belə biz vaxtını danışırıq, vaxt itiririk.
Yerini əvvəldən tapmağa nə var ki? Maksimum yəqin 6-7 tapşırıq vermişəm, vəssalam. Yaz falan kitab, səhifə 49, çalışma 10. Bunu tapmaq asandır. Mən indi anlayıram ki, rişvahı oxursan hamısını. Elə vaxt itiririk biz. Onun əvəzinə başqa tapşırıq yazdıraram mən sənə. Tap zəhmət olmasa yerini mən səni gözləyirəm. Oradan elə rahat-rahat oxu. Tapdım. Hı. Read please. Bakabilir Ee, miyim? iyi. Yes, be, second. İkinci. Bəli. J. Hmm, bunu yazmışsan. C yazmışsan ikinciye. O deyir ki, sən çox çalışsan, necə yəni? Burada da if var. C bunu deyirsən də. Burada da if var axı. İki dənə if ola bilər bir cümlədə. İki dənə budaq cümlə. İki dənə indiki sayda zaman. O düz gəlmir ki. Hayır. C deyil. Diqqətlə bax. Burada nəsə təhsillə, dərs oxumaqla, yoxsa qiymətlə bağlı bir şey olmalıdır. Əgər sən dərslərini güclü oxusan, çox çalışsan, nə edəcəksən? Yaxşı qiymətlər alacaqsan. Hansı ola bilər? Yaxşı Ee, qiymətlər alacaqsan. D. Bəli, you will get a good mark. Yaxşı bir qiymət. Sorry. Yaxşı qiymət alacaqsan. Okay, üçüncü. Üçə nə yazmısınız? Üçə. Bəli, Üçə. Əgər yağış, sabah yağış yağsa, bəli. sa, e, mən mən sizə SMS göndərəcəm. C. Nə? Yanlışla elə Ya, yazmısan dəftərində də sən. Dəftərdə də elə yazılıb. bəli. Yox, Məhəmməd, düzgün tərcümə. Bu tərcümələrdə görürəm zəiflik var. Dərsdə onları işlədəcəm bugün birdən. Yox, yağış yağma mexanizməsinin nə əlaqəsi var? İkinci sən düz birləşdir. Əgər yağış yağsa, nə edəcəm? Nə ola bilər? E, Hı? Harasa getməyəcəyik də, çölə çıxmayacağıq. Bir şey eləməyəcəyik. We won't go to mən, the outside. Yes, məntiqə əlaqə olmalıdır. Yağışla çölə çıxmaq əlaqəli olar biri-biri ilə. 4. 4-ə nə yazmısınız? Birbaşa variantı deməli. Dəftərinə bax, dəftər qarşısında tapmısan artıq. Mənə variantıdır. ya. Mhm. Bu E olacaq. AI. Yox. Deməli, deyir ki, Paul sənə zəng edəcək. E variantında bu. Bunu mu deyirsən? They'll go get there on time. Yox. A variantı. Bəli. Hə, düzdür. Eydi o, e deyil. If you write to him. Əgər sən ona zəng etsən, Paul sənə cavab verəcək. Aha, 5-ci. Beşinci. Bəli. Beşincidə beşincini tam Bax, bilmədim. if you'll feel much better. Sən daha yaxşı hiss edəcəksən. Daha yaxşı hiss edəcəksən. Görək nə olanda. Aha, əgər bax deyir bu dərmanı qəbul eləsən. Əgər bunu içsən, qəbul etsən, yaxşı hiss edəcəksən. Dərmanı götürsən də, yəni götürmək. Take medicine, dərman qəbul eləməkdir. If you take medicine, this medicine, you'll feel much better. Dərman içsə, yaxşı hiss edəcəksən. 6. 6. You will find Answers. unless, eee,
You, if J variantı. Bəli. If you look at the back of the book. Kitabın arxasına baxsan, cavabları tapacaqsan. Bəli, növbəti. 7. Michael will lose weight. Hmm. Wait. He will. Yox, yox, bir dəqiqə. He will olmaz. Burada will lose var. I. Amma gələcək zaman var ki, səbəbi indiki zamanlı bir şey axtaracağam. Üstəgəl çəki If itirməkdən söhbət. if he stops eating too much. Yes. Əgər çox yeməyi dayandırsa, çəkini salacaq. Doğrudur. 8. If they catch the bus now. Mhm. No. If E variantı. Yes, they'll get there on time. Vaxtında, deməli, indi avtobusa çatsalar, vaxtında çatacaqlar. Okay. 9. If Mark finishes work early. Burada tərcüməsi nədir? Əgər Mark işlərini tez bitirsə, Bizim I variantı. he will come to the cinema with us. I variantı. Yes, doğrudur. And the last one. If you give your iPhone number. Bu C. iPhone number değil. Phone. iPhone markadır. Deyəsən sənin iPhone-un var. Yeah. iPhone markanın adıdır. Telefondur. Bu phone number'dır. Fikir vermişəm də iPhone deyirsən. Phone number. Okay, burada nə dedin? Bir variant qaldı. Dostum. SMS göndərəcəksən. C. Mən göndərəcəm. Hə, I'll send you an SMS. Mən sənə SMS göndərəcəm. Okay, next one. Sonuncu deyəsən 15 idi. Yox. Bəli. Səhifə 50-də 13. 13 açdım 13. Buyur. Buyurun. Burada nə edirdik? Cümlələri özümüz düz formalaşdırırdıq. Make up a sentence eləyirik. Başlayaq. I will do. Begin if close. Deyir ki, if-lə başla cümləni. Hamısını if-lə başlayın. O da səhv deyil, amma burada deyilən kimi başlayaq. If close, I don't. If close yox, sadəcə deyil. If ilə. Dəqiqi dəftərdə yazmısanmı bunu? Mən nəsə biraz belə şübhələndim ki, dəftərdə yoxdur bu çalışmalar. Mən gələn dəfə yəqin dəftərdən istəyəcəm. Dəftəri aç zəhmət olmasa. Nə yazmısan? 13 yadımdan çıxarmışam. Nəyi? 13 yazmağı. Bəs yazmağı yadımdan çıxartmısan. Niyə demirsən unutmuşam? Sən orada nə oxuyacaqdın? Mənə çox maraqlıdır. Etmədiyin tapşırığı. Çalışmanı indi gördüm. Etmədiyin çalışmanı mənə de ki, dərs başlayanda mən etməmişəm. Yaxud indi de ki, mən bunu etməmişəm. Nə oxuyursunuz yaxşı hal-hazırda? Yazılmayan tapşırığı nəyini oxuya bilərsən? Diqqətli olun, xahiş edirəm. Tapşırıqları unutmayaq. Okey, o zaman belə sözləri soruşacağam. Vaxt bitsə, bitən vaxtda bunu verəcəm. Başqa çalışmalar da yazdıracağım. Nəsə belə bunu qəribə oxudum, dayana. Halbuki bilirsən. Bitməsini burada yazacağıq. Başlayırım qaydasız feillərdən. 3 forması fərqli olanları vermişdim. Özdə çox azını. Səhifəni bütöv çəkmədim. Yarısını vermişəm. B-dən H-yə qədər. Hazırsınız ona? Bə. Okey, başlayırıq onda. Olmaq. Be, was, were, been. Deməli, be-nin açılışı am, is, are-dır. Mötərizədə be veriləndə onu am, is, are açın. Gələcək keçmiş zaman olanda was, were açın. O demək deyil be yerində qalır. Necə ki, teach feilini açırıq, taught, teaches eləyirik. Do-nu did və yaxud does eləyirik. Burada da onun kimidir. Keçmiş zamanı been. Etmək. İndi dedim elə bunu. Etmək. Do, did, done. Down. Sındırmaq. Break, broke, broken. Seçmək.
Choose, chosen. Choose, chose okunur. Chose, chosen. Oğurlamak, Steal, stole, stolen. oyanmak, Wake, woke, woken. oyanmaq, oyatmaq biri də var. Elə onun kimi də əvvəlinə ey saytı artırılır. Awake, awoke, awoken. Mhm. Donmaq, Normal. donmaq, donmaq, Ha. dondurmaq. Freeze, froze, frozen. Qalxmaq, Rise, rose, risen. qalxmaq, baş vermək. Yenə əvvəlinə ey saytı artırılır. Aries, arose, arisen. Sürmək, yəni maşın sürmək. Drive, drove, driven. Driven, at sürmək, velosiped sürmək. Ride, rode, ridden. Yazmaq, Write, wrote, written. written oxunur. Writing yox, written. Gizlətmək. Written. Bəli, gizlətmək. Hide, hid, hidden. Hide, hid, hidden. Okay. İndi sözlər. Təəccüblənmək. Yox, dəqiqə. Burada ikilisi. Adlı, Color. keçmişdə, In the past. yerli hali. Local people. Local people. Hökumət. Hə, bunları mən keçmişdim sizə Yetkin kitabından. Təzədən yenə bu sözlərlə gəlir. A government. Müəyyən qədərini keçmişdik. Hə, kəndli, A villager. təhsil almaq, To study. istifadə etmək, To use. ağıllı lövhə, A smart board. orada salamlamaq, To welcome. başlanğıcda, In the beginning. artıq, daha, Animal. yüksək qiymətlər almaq, To get high grades. great, gəzmək, gəzişmək, To walk around. müzakirə etmək, Discuss. siyasət, Ne? siyasət, Ha. Politics. davam etmək, To continue. continue, to continue, söndürmək, To söndürmək, turn off. to turn off, ucadan, Loud. loud, çatmaq, yetişmək, To reach. bəli, taksi tutmaq, To take a taxi. take a taxi, qorxmaq, To be frightening. qorxulu, Frightening. həyəcanlanmaq. To be excited. Aha, to be excited, həyəcan verici. Exciting. İndi çaşdırmaq, çaşmaq To be confusing. və çaşdırıcı. Confusing. Kənarda çöldə, Outside. sürüşkən. A slide. Bəli, fasilə vaxtı. Break time. Çevrilmək. To turn into. Məsələn, water turns into, su çevrilir buza. Ice, bax belə çevrilməkdir. Orta məktəb. An elementary school. Canavar. Wolf. A wolf, xatırlamaq. To remember. Yarış. Race. Səslənmək. Həm də səsdir bu. To sound. To sound, əvəzinə.
instead of. Görüş təşkil etmək. To organize a meeting. Organize. Nədəsə yaxşı olmaq. Bunu da keçmişdik biz. To be good at. Bəs pis olmaq. To be bad at. Qayıtmaq. Return. Bitmək. Over. To be over. İnternetə çıxış. Internet access. Təəccüblənmək. Təəccüblənmək. Bəli. To be surprised. Surprised. Bəs təəccübləndirici nədir? Surprising. Maraqlı. Interesting. Maraqlanmaq. To be interested. Şok edici. Shocking. Şoka düşmək. To be shocked. İnsanlara aiddir. Bezdirici. Annoying. Annoying. Deməli, əsəbləşmək, bezmək. To be annoyed. Rahatladıcı. Cansızlara aid olanı deyirəm. Bəs rahatlamaq insanlara aiddir. To be relaxed. Narahat edici. Worrying. Bəs narahat olmaq, indi yenə insanlar, canlılara aid belə To deyim. be worried. Allah, dəhşətli. Terrifying. Bəs qorxmaq, ürkmək, dəhşətə gəlmək. To be terrified. Afərin. Ayı. Bear. Rahat hiss etmək. To feel relaxed. Relaxed, doğrudur. Təmiz hava. Fresh air. İçəri. Inside. Inside. Onun antonimi nə idi bayaq dedik çöldə, kənarda? Outside. Afərin. Sonra baxın. Have a look. Göstərmək. To show. Başa düşmək. Understand. Xəbər. News. News təkdədir Məhəmməd. Onun yadında saxla. Gələcəkdə çox lazım olacaq. Təkdə olan isimdir. Xəbər, xəbərlər. Dəyişmək. To change. Change. Eşitmək. Heard. Hear. İndiki zamanı. Heard keçmişi. Bəli. Layihə. A project. Qazanmaq. To win. Won. Won keçmişdədir. Keçəcək yolunda da. Qapını tutmaq. To hold the door. Gecikmək. To be late for. Yuxu görmək, arzusu olmaq. Have a dream. Əlbəttə. Yes, of course. Qarğısına qalmaq. To take care of. Arzusunu həyata keçirmək. To realize a dream. Yaşlı insanlar. Elder people. Maraqlı səslənir. That sounds interesting. Bacarıq. A skill. Yorğun. Bu canlılara aiddir. Time. Bəs yorucu nədir? ING artırsan. Time. Xoşbəxtlikdən. Nə? Xoşbəxtlikdən. Luckily. Luckily. Sonra. Then. Birinci əvvəlcə. First. Nəhayət. Finally. Finally. Ondan sonra. After that. Çünki.